İranla olan qarşıdurmaya əlaqəsi olmayan ölkələrin gəmiləri Fars körfəzini tərk edib, Hörmüz boğazından keçib, öz məqsədlərinə tərəf yollarını başlada bilərlər. Mən bu qərarı insansevərlik üzərindən qəbul etmişəm və İranlılar da mənim bu qərarımı qəbul ediblər və əgər nəsə problem yaratsalar, onlarla pis davranacaq. Dünən Donald Trump, ABŞ prezidenti bu iddialarla bildirdi ki, Hörmüz boğazı bəzi gəmilər üçün açılıb və bəzi gəmilər ki, o ölkələr, yəni o gəmilər ki, bu müharibəyə və bu müharibənin tərəflərinə aid olmayan ölkələrə bağlıdırlar, buradan keçə bilərlər və əgər İran onlara problem yaratsa, İranla qarşıdurma başlanacaq kimi iddialar etdi. Nə qədər həqiqəti var və nə qədər realdır, gəlin bir yerdə izləyək və araşdıraq. Salam aleyküm, mən də salamlayıram əziz izləyicilərimizi. Bu haqda yəqin ki, xəbərləri izləyibsən və Donald Trump yeni bir əcaib fantaziyalarıyla çox təəssüf ki, bu insan ya fikirləşəndə fikrinə gələnləri yazır, ya yuxu görür və yuxularını yazır və elə bir iddia sürüb ki, İranla belə bir razılaşma olub. Əslində bir razılaşmanın baş verməsi haqqında bəzi əlamətlər görünür. İranın blokada başlayan günü Tusk adlı gəmisi ki, konteyner daşıyan gəmi idi, saxlanılmışdı və Amerika tərəfindən qarət olunmuşdu. Gəmi və gəminin işçiləri hamısı İrana geri qaytarıldı bu gün səhər saatlarında. Onu göstərir ki, İranla Amerika arasında məhdud bir razılaşma olub ki, blokadada saxlanılan və Amerika tərəfindən qarət olunan bəzi gəmilər İrana geri qaytarılsın və nəticədə İranda Hörmüz boğazından bir neçə gəmiyə keçid icazəsi versin. Amma Donald Trump həmişəki kimi sui-istifadə edib bu vəziyyətdən və özü üçün bir qələbə əldə etmək istəyib və sonra da bəzi olaylar olub ki, onları bir yerdə araşdıracaq. Bəli, Trump əslində artıq dünyanı təəccübləndirmir. Sadəcə belə deyək də, prinsipial olaraq baxanda Trumpın bu davranışlarına və sözlərinə təəccüblənmir heç kəs. Amma yeniliklər gətirir. Trump, necə deyərlər, orta məktəbdə də başımıza gəlib, həyatda çox belə şeylər var, bəhanələr söhbəti. İnsan öz nöqsanını ört-basdır eləmək üçün, yaxud da necə deyərlər, bəzi işlər görər ki, insan mənfi xarakterli işlər görər, yəni zərərli, harasa bir zərbə vurar, zərər vurar. Onu ört-basdır eləmək üçün bu sorğu-sual olunanda hey öz üstündən atmaq üçün bəhanələr gətirər. Yox, mən belə eləmədim, orada bu mənada demədim, filan eləmədim. Trump da fikir verirsənsə, burada bir məsələ var, ona daha çox diqqət çəkmək lazımdır. Bir neçə mühüm element var ki, bundan inşallah davamda sən özündə bəzilərinə toxunarsan inşallah elə bilir. Amma bir sıra elementlər var, bir sıra necə deyərlər, faktorlar var, bunlara diqqət eləmək lazımdır. Birincisi, dediyimiz bu Trump'ın bu xisləti, bu xarakteri. Amma bundan daha önəmli olan bir faktor burada, müxtəlif formalarda indiyə qədər biz işarə vurmuşuq, podkastlarda təhlil eləmişik bunu. İslam Respublikası olan İranın prinsipial əsaslarına söykənən usta şahmat oyuncusu olması. Bu usta şahmat oyuncusu olması təkcə gedişatları oxumaq filan zahiri praktikada görülən şeylər deyil. Usta şahmat oyuncusu əsası buradan gəlir. Bir, mühüm olan üçün İslam prinsiplərində də budur. Düşmən şənası deyirlər, düşmənşünaslıq. İran strategiyasını bunun üzərində qurub deyə istəyir, bax məsələ budur, istəyir xarici düşmənlər olsun ki, küfür cəbhəsidir bugün Epstein alyansı formasında görünür. Hələ bir təcəssüm odur. Bəli. İstəyir də onlara bağlı olan 5-ci kolon söhbəti olsun. Məsələn, daxili düşmənlər olsun. İstəyir o düşmənlərə xidmət edən bölgə, qonşular olsun. İstəyir ortada qalanlar olsun. Hər cür formada olan fərdlərlə, İslamda belədir,
İndi İran onun ictimai formasını göstərir. Hər formada olan ölkə ilə və ya qurumlarla və ya birləşmələrlə İran onların özünə uyğun oynayır. Onların özünə uyğun oynayır, özünə uyğun rəftar eləyir. Hətta deyirəm, bu daxili cəbhədəki münafiqlərə aid də belədir və bu oyunun ən pik nöqtəsini mərhum şəhid rəhbərimiz öz qanı ilə göstərdi. Bu artıq 64 gecə, bu gün 65-ci gecə olur ki, İran xalqı çöllərdədir. Və bəzi hesablamalar da var idi, əvvəldən yadında var idisə, belə qeyri-rəsmi də olsa, bəzi hesablamalar döyüşün 1 ay, 3 ay arası söhbəti gedirdi. Ümumilikdə baxış bu idi. Bəli. Məsələn, hesablanmamışdı ortada nə qədər kimlərsə bəlkə də hesablayıb o dəqiq yuxarılarda, amma Mütləq. bizim aramızda olan söhbətlər bu idi ki, 3 ay, 1 ay, 3 ay arası nələrsə dəyişimlər olmalıdır. Və ikinci faktor dediyimiz kimi İranın bu qarşı tərəflə ona uyğun oynamasıdır və Trumpa uyğun oynayır. Bəli. Və Trumpa uyğun oynadıqca Trump bilirsən necədir? Yeni istedadların üzə çıxardır da, belə mənfi mənada, negativ mənada. Hətta bu ekspertlərin ona da məsləhətləri var. Məsələn, bu dəfə insansevərlik Ay adıyla sağ daxil ol. olmaq Ay istəyir. sağ ol. Bu bilirsən hardan qaynaqlanır? Bax, İran necə oynadı onunla? Yenə də deyirəm, bəziləri diplomatların, İranın diplomatları ki, biz neçə dəfə səndən danışmışıq, cənab Ərakçı olsun, o sözcü olsun, cənab Qalibov olsun və digərləri olsun ki, bunlar əsas rol oynayandı xarici diplomatikada. Bəziləri təəssüf ki, haqqın kifayət qədər əda eləmədilər zamanında. Bəziləri indiyə də hələ kifayət qədər haqqını əda eləmir. Bəziləri hətta haşiyə çıxım deyim ki, təəssüf ki, fərq eləmir. Burada milliyyət fərqi yoxdur. İranlı, qeyri-İranlı görürsən özündə. Bəziləri az qalır rəhbərə, vilayət məqamına plan yazıb versin ki, yox, sənin proqramın düzdür. Bəli. Mənim filan proqramım var. Belə bir şey də var. Amma İran bu qarşı tərəflə dediyim bu oynamaq istedadını təkcə hərbi arenada onların xüsusiyyətinə və xarakteristikasına uyğun, məsələn, qorxutma xarakteristikasına uyğun oynamır ki, Bəli. diplomatikada da oynayır. Amma üçüncü ən böyük faktor ki, İranın necə deyək, bütün bu ilk ikini tamamlayandı və bəlkə də onların əsas mənbəyidir, iki şaxıya ayrılır. Biri, belə deyək də, İslami yanaşma ilə yanaşsaq, xaliq və xəlq. Bəli. Bu iki dənə güc faktoru var ki, dediyimiz meydan, diplomatika faktoruna kömək eləyir ki, İran Trumpı bu günə salsın. Xaliq və xəlq dediyimiz 65 gündür, 3-cü aydır, o hesablamalar var. Yəni, həm diplomatik arena, həm meydan, bunların o Sərdar Musəvi deyirdi, aerokosmik qüvvələrin başçısı. Qəşəng bir söz deyirdi, həmişə yadıma gəlir, deyirdi o döyüş ərəfəsində. Raketlərimizin lançerləri, yanacaqları meydanda olan, xiyabanlarda olan cəmaatdır. Və həqiqətən də real, həqiqətən o cürdür, həqiqətən elədir. Və görürsən özündə, mən gecə indi biz buradan işdən çıxırıq, çöllerdəyik, evə gedirik, Bəli. hər gün kəmiyyət və keyfiyyət baxımından artır. Yəni, bilirsən, belə zahiri baxanda insan belə hesab edirsən ki, Çoxları var bu istəyirlər ki, onu azaltsınlar. Azaltsınlar. Amma bu günə qədər Ay, hamısı əks nəticə verib. Tamam əks nəticə vermə. Və məkəru və məkər Allah söhbəti də. Bəli. Xalq belə olanda, Allahın da Quranda sünnəsi var, vədəsi var ki, İnnəllaha la yuğayyir mə bi qavmin. Allah qövmün öz iradəsi ilə onu qabağa aparır. Xaliq faktor. Bu 4 dənə faktor, xaliq, xəlq, diplomatik arena və meydan, yəni silahlı meydan arenası. Bunlar bir əl-ələ verib. Hərəsi bir tərəfdən arxadan Epstein dosyasında minlərlə dəfə adı keçmiş və o dosyanın sahibləri tərəfindən, Sion lobbisi tərəfindən həddən çox getdikcə həddən çox sıxılan Trumpı bu da öndən sıxır. Bu 4 faktor. Və bu da gətirir nəticə etibarilə nəyə çıxardır? Sən dediyin o Trumpın bu açıqlamalarına. Əvvəllər bəli, deyə bilərdik ki, Trump alverçidir, biznesmen ixtisasına uyğun olaraq hər kəslə oynayır. Bu düzdür. İranla da elə oynayırdı. Bəli. Nədən su istifadə edirdi? Dərdə dəyməz qonşulardan. Nədən? İçəridəki qərb millilərdən. Bunu eləyirdi, bu düz. Amma 12 günlük və 40 günlük döyüşdə bunu eləmək istədi, oxu dəydi daşa. Daş qayıya rast gəldi. Ona qədər deyirdilər ki, Trump paradoksal danışsa da biz də deyirdik.
50% heç olmasa oyun oynayır. Bəli. Bəli. Yəni çarəsizlikdən də danışıram 50% oyun. Amma indi İran dediyimiz bu 4 faktorla Trampı elə bir küncə sıxıb ki, Trump deyə bilmərsən ki, indi 50% oyundur. Xeyr. 5% oyun oynamaq istəyirik aləmdə. 10% bəlkə oyun oynayır. 90% ən azından Trump məcburiyyətdən bu addımlar atır. Bu sözləri danışır. Amma bir tərəfdən də elə özünü sındırmamaq üçün belə göstərir ki, dünyaya güya mən əvvəlki Trumpam elə şübhələnmə, oyun oynayıram kimisindən. O elədir. New York Times'ın bir yazısı var idi. İran orada Fars körfəzində, İranda o yəni bir şahmat səhnəsi qurmuşdu. Necə ki, dediyin kimi siyasi arenada İranı şahmat kimi tanıyırlar, İranın o ağıllı stratejiyasını. Fars körfəzində bir şahmat oyunu qurmuşdu və yazmışdı İran dünyanın 4-cü süper gücü. Yəni Amerika, Rusiya, Çin bundan öncə dünya süper güclər kimi əgər hallanırdılarsa, artıq özləri İranı 4-cü süper güc kimi görürlər. Və nəticə, yəni nə səbəb oldu? Səbəb oldu ki, göstərdi ki, yəni çox ciddi bir iradə ilə dünya iqtisadiyyatını, dünya ekonomiyasını sirkələyə bilər. Göstərdi ki, yəni heç bir təzyiq altında baş əyməyəcək. Göstərdi ki, heç bir təhdiddən qorxmur. Hətta məsəl üçün bir şey deyək ki, BMT-də o Təhlükəsizlik Şurasında Bəhreyn gəldi və bir hər silahdan istifadə edərək İranın qarşısını alıb Hörmüz boğazını açmaq layihəsini səs verməyə qoydu. Bəziləri dedilər ki, Çinlə Rusiya İrana nə kömək etdilər, xəyanət etdilər filan. Çinlə Rusiya səs vermə başlamamış veto elədilər. Yəni istədilər dünyada bir beynəlxalq bir İrana qarşı rəy yaratsınlar və hər bir silahdan istifadə edərək Hörmüz boğazını açmaq məcburiyyəti. Yəni orada artıq sən hər bir cinayətə və hər bir silahın istifadə etməyinə legitimlik yaratmaq kimi bir şey görünür ki, Rusiya ilə Çin bu səs vermə başlamamış veto elədilər orada. Yəni ora qədər getdi. Sivilizasiyanı məhv edəcəm təhdidinə qədər getdi. Dəfələrlə danışmışam bu haqda. Bir addım geri çəkilmə olmadı. Bəziləri deyirlər ki, müzakirələr danışırlar, geri çəkilməkdir. Harda geri çəkilməkdir? Mənə göstərin də. Deyirlər ki, yox, İran getdi və onun şərti icra eləmədilər. Sonra nə oldu? Getmədi, ikinci dəfə getmədi. Atəşkəs qutarana kimi dedi, belə eləyəcəm. Getmədi İran ikinci raunda. Və bu gün də xəbərlər daim çıxır, indi müxtəlif xəbər agentliklərindən ki, bir problem qalıb atəşkəsin həll olmaq üçün. O da budur ki, İranın tələblərinin həyata keçmək üçün, İranın şərtlərin həyata keçmək üçün Amerikanın bir istəyi var ki, nüvə mövzusu da masaya qoyulsun. Yəni bu nə deməkdir? Yəni İran gedir danışıqlara, ümumiyyətlə nüvə sazişnaməsi, ya nüvə zənginləşdirməsində bir məhdudiyyət və ya hansısa obyektin fəaliyyətini dayandırmaq və belə şeylər ümumiyyətlə müzakirə etmir. Bu Cənab Ərəbçı da təzə yenə tweet vurdu. Bu haqda bəyanat verdi ki, əslən müzakirə mövzusu deyil. Bəli, müzakirə mövzusu deyil ki, yalnız bu dəqiqəyə müharibənin qurtarmağı haqqındadır. Onlar deyirlər ki, Hörmüz boğazı. Deyir ki, bax, iki model var burada. Bir qənimət var, müharibədə mənim əldə etdiyim qənimət, yəni düşmənin əldə etdiyim şey. Bir də var ziyan, zərər. Yəni deyir ki, sən mənim zərərimi ödəməlisən, mənsə atəşkəs istəyirsənsə mənim bloklanmış pullarımı açmalısan. Hörmüz boğazı, mən Hörmüz boğazını ümumiyyətlə səndən danışmayacağam. Bu mənim bu müharibədə əldə etdiyim qənimətdir. Gücün var, gəl məndən al. Öz gücümdən almışam bunu, qənimətdir. Qənimət haqqında kim müzakirə edir? Deyirlər ki, Hörmüz boğazının açılması haqqında müzakirə olacaq. Bəzi dedilər, xəyanət oldu, belə. Hörmüz boğazında 2000 gəmi ilişib qalıb bu dəqiqə. Dünyanın hər yerindən. O gəmilərin buraxılması üçün Hörmüz boğazının İran qaydalarına, İranın yeni qanunları ilə yenidən açılması haqqında müzakirə gedir. Yoxsa əvvəlki vəziyyətinə qayıtmaq haqqında heç kim müzakirə etmir. Əvvəlki koridorun açılmağı haqqında heç kim müzakirə etmir. Və bunu təəssüf ki, anlamırlar. Və bir məsələ, bu gün dünən dedi ki, belə də, yəni Hörmüz boğazından biz skort eləyəcəyik öz gəmilərimizlə və o dediyim kimi söhbətin əvvəlində qeyd etdiyim o gəmilər buradan keçməlidirlər. Xatamül Ənbiya qərargahı gəldi, dedi ki, heç də belə bir mövzu yoxdur. Hər hansı gəmi yaxınlaşsa, müdaxilə etsə cavab alacaq
və qeyd olunan USS Canberra ya LS ya LC üzr istəyirəm, ya LCS 30 kodlu bir gəmidir. Məlumatım yoxdur bu gəmi haqqında. 2 gəmi 2 raketlə hədəfə alınıb və geri çəkilib. Yəni Hörmüz boğazına keçmək istəyən anda geri çəkilib və qaçıb. CENTCOM dərhal deyib ki, belə bir hadisə baş verməyib. Ki o niyə CENTCOM o sözü deyir, özü mövzudur ki, istərdim sənin fikrini bilim. Amma İsrailin 12-ci kanalı belə deyir ki, İran xəbərdarlıq verdi, Amerika gəmisi etina eləmədi, 2 gəmiyə qarşı raket istifadə olundu, Amerika gəmisi geri çəkildi. Reuters belə qeyd edir və hətta qeyd edir ki, kruz raketlər istifadə olunub və bütün dünya danışır. CNN, Washington Post hamısı yazıblar ki, bu hadisə baş verib. Bəli. CENTCOM deyir ki, bu hadisə baş verməyib. İndi bütün dünya bilir ki, bu hadisə baş verib. Neft qiymətinin qalxmağından bilinir ki, bu hadisə baş verib. Və hamı bilir ki, İran deyəndə ki, bunu vurmuşam, yəni həqiqətən vurub. Amma CENTCOM deyir ki, belə bir hadisə baş verməyib. Plus Trump demişdi ki, bizim qarşımıza alsız pis olacaq sizin üçün. İndi bunu necə görürsən sən? Burada bir neçə şaxəli görünür mənim fikrimcə. İnşallah sən də tamamlayarsan. Birincisi, sən ümumi şəkildə baxanda o köhnə adətləridir. Bəli. Necə ki, oranı Sion lobbisi idarə edir. Axır vaxtlar bəziləri də artıq dünya da buna oyanıb. Yəni Amerikan öz ekspertləri də deyir ki, Amerikanın dövlət strukturalarının bugünkü medialardakı boynunu almamağı, təkzib eləmələri tez-tez bunu göstərir ki, axır Amerikada siyonistlərə oxşamağa başlayıb. Şiddətli senzura metodikasına keçib. Bu döyüş həqiqətən göstərdi ya, onu Epstein falan, bunlar hamısı göstərdi ki, açılır. İranın bir siyasəti də əsas siyasəti mən deyərdim, o ki, Amerikanın içərisində yönəlib. Bəli. O arxa plan çıxsın ortaya. Güllə atmadan orada yeni cəbhə açsın. Bəli, həmin. Və bu ona ümumi şəkildə baxanda ona dayanır ki, bu misallarını da gördük. Fikir ver, hava hücumları ilə əsas öyünürdülər F-35 falan. Bir də qurudur, bir də dənizdir. Dəniz əvvəl günlərdə İran bir neçə dənə gəmi vurandan sonra bunlar qaçdı ki, bilinməsin ki, dənizdə məğlub ola bilərik. O, necə deyil, o prestijini saxlamalıydı. Bəli. Əlində saxladı, bu fikirləşdi hesablaması ilə ki, hava ilə gələcəm. Hava ilə gəldi, məlum hadisələr baş verdi. F-15'lər bir-birinin dalıyca, F-18, yox, F-18 də desəm bir dənə vuruldu, F-16'lar vuruldu. F-18 Çabəharda vuruldu, Bəsrədə vuruldu, qeyd eləmədilər onu. Da, neydi o, C-130, ən müasir F-35 da bu pik nöqtəydi, vuruldu. AVAX-a qədər vuruldu da. AVAX, yəni, belə deyədi, Amerikanın öyünə biləcəyi bütün texnologiya sistemləri, müdafiə və hücum, hamısı vuruldu İran tərəfindən. Bu axı CENTCOM-un adına gedir. Bəli. CENTCOM da bütün dünyada Pentagon deyəndə bu 2-ci Dünya müharibəsindən bu tərəfə real danışaq, bütün dünyanın dizləri titrəyirdi. Pentagonda falan şey qəbul olundu. Vay dədə gəlir. Bəli. Donanmalar gəlir, hava qüvvələri gəlir. Keçdilər bu, orada F-35'də necə elədilər? Mərhələlərinə bax. Əvvəl heç nə olmayıb, vurulmayıb, pilot düşməyib, sonra xəsarət alıb, yüngül xəsarət alıb, deyəsən yaralanıb falan. Xilas elədik, sonra bağladılar söhbəti. Necə xilas elədin? Hara getdi? İndi bunun bir də həm hava, həm də quruda biabır olduqları istifan məsələsində oldu. Orada da tədrici yavaş. İndi ölülərin sayını elə çıxardırlar. Mərakeşdə uğurlanıb, orada falan. 2 nəfər suda batdı. İndi bu da mən gözləyirəm ki, bu CENTCOM ki, boynunu almayıb, vurulub. İndi axı bu gəmi deyə vurulub. Yəni bu balaca deyəsən bir, nə bilim, bir əşyazat deyil ki, desən stəkan düşübsünü fırladıb, atıb o tərəfə gizlətmək olar. Bu gəmidir. Və sən demiş, orada Hörmüz boğazında bu dəqiqə peyklər onu göstərir. Çinin də müasir peykləri var ki. Çox güman ki, Paltaryan yerində yanğın baş verir. %100 o çıxacaq. Mən onu gözləyirəm. Bir buna görə. Bir də ikinci səbəb, sən elə özün sualda cavabı bir növ işarə elədin ki, Trump demişdi ki, heç nə eləyə bilməzlər. Trump demişdi, heç nə eləyənməzlər, vuruldu. Bu aydındır da. Yəni onu göstərir ki, geri çəkilir. Yəni desə ki, bəli, vurulub, bütün dünya gözləyəcək ki, cavab verməlidir. Əhsən.
Və İran da bir növ, bilmirəm hiss edirsən yoxsa yox, İranlılar məsəl üçün General Mohsen Rezai Keşikçilər Korpusunun keçmiş, yəni ilk baş komandiri olub da. Müharibə başlamamışdan öncə dedi ki, bu müharibə başlasa, elə bilməyin ki, 12 günlük müharibə kimdir. Gələcək, əl çəkməyəcək sizdən. Bəli. Məhdud bir əməliyyat edib atəşkəs etməyi yaddan çıxar. Həqiqətən də oldu. Bütün dünya gördü ki, söyüşlə danışır ki, Aspod boğazı, məsələn, filan olmuş boğazı. Bütün dünya bildi ki, onların yalvarmaqları filan. Sonra, məsəl üçün, İran təzyiq altındaydı. Niyə? Çünki deyir ki, mən İranın 10 dənə şərtini qəbul edirəm, atəşkəs edək. İran da məcburdur. Niyə? Çünki deyir 10 dənə şərti mən qəbul edirəm. Yəni, dünya gördü ki, bunlar yalvardılar. Amma bu dəfə İran keçən dəfə gəmilərlə iş olmadı. Gəmiləri, bəzi gəmiləri, məsələn, Bəhreyndə o donanma qərargahı şifadə, oradan bir gəmi vurdu, lojistik dəstək verən Amerikanın donanmalarına yanacaq daşıyan gəmiləri vurdu. Amma o əsli ziyan ki, vurulmalıydı, vurulmadı. Və bu dəfə İranlılar, xüsusən də komandirlər, məsəl üçün, niyə mən Mohsen Rezai, General Mohsen Rezai dedim? Çünki o da bir ultimatum vermişdi. Blokada vəziyyətinə biz dözməyəcəyik. Əgər siz bu blokadanı götürməsəz, artıq biz donanmaları batırmağa başlayacağıq. Müxtəlif komandirlər fikir bildiriblər və hətta əziz rəhbərimiz Ayətullah Seyyid Mustafa Xamenei də buyurdu, Amerikanın gəmilərinin Fars körfəzində heç bir yeri yoxdur, illa suyun dibində. Bir istatda gətirək, şəhid rəhbərimizin o son bəyanatında ki, buyurmuş ki, bəli, hərbi gəmi və o təyyar daşıyan gəmi təhlükəli bir silahdır. Amma ondan da təhlükəli olan silah, onu suyun dibinə aparan silahdır. İndi nə silahıdırsa bilmirik. Amma dəqiq bilirik ki, bu günə qədər hələ istifadə olunmuyor. Mən, məsəl üçün bir silah ki, deyilib var, amma hələ istifadə olunmuyor. Bilmirik dəqiq hansı silahdan danışılır, amma bir nümunə məsəl üçün deyim ki, Hut adlı sualtı torpedosu. Bu delfin, bomba delfinlər zatlar, o atlar var. Fox News'un fantaziyaları. Bilmiyorum gördün yoksa Fox News şey kimi də bizdə o kanal var, o fantaziyalarını danışırlar. İranda International, Fox News da yəni Amerikada öz fantaziyalarını danışırlar ki, delfinlərə İran minaları taxılır. Biri çox gözəldir. Onda əgər elədirsə, İsfahandakı hadisəndə mina taxmış qarğalar gəldi sizin yerləri burada. Qartallarla zaman. Bu sualtı torpedosu superkavitasiya texnologiyasına malik olduğu üçün tam bir ölümcül və təhlükəli bir silah kimi bundan adlandırmaq olar. Bu necə işləyir? Baxın, sualtı raketləri normalda 70-90 kilometr arası bulan sürətləri olur. Niyə? Çünki suyun təzyiqi var deyə, o motor isə işlədikcə o suyun təzyiqi icazə vermir ki, bundan artıq bir sürət əldə etsinlər. Bu texnologiya nədir? Raketin başlığında bir qaz buraxılır və bu qaz səbəb olur ki, raketlə suyun təması azalsın və ya aradan geçsin, səbəb olur ki, bu da sürəti çoxalsın. Nə qədər sürəti çoxalır? 360 km/saatda. O rəhmətli Mohsen Fəxrizadənin hazırladı. Bəli, Dünyada analog olmayan bir şeydir. Onun, yəni baxın, Amerika çox böyük bir sərmayə yatırıb bu layihənin üzərində hələ heç nə əldə etməyib. Heç kimdə yoxdur mən bilirəm. Çində, həmçinin Rusiyada buna bənzər var. Amma o da belə deyil. Bu belə deyil, bu sürətdə. Və qeyd etmişdim keçmiş podkastda yazı gəlsə, 100 kiloluq partlayıcı maddə nə təsiri qoyur 500 kiloluq maddəsinə. Bu 2 kiloluq başlıqdır. Yəni bu dəysə sanki 1 tonluq bir raket dəyib. Və suyun altından da dəysə, bunların hamısı motorları nüvə ilə istifadə olunur, yanacaqları və bunların neçə yüz litr, neçə min tonluq salyarkası və digər yanacaqları o gəmilərin içində olduğu silahlarla, yəni bir dənə o faciə yaratmağa kifayətdir. Hələ yəni bu bir ehtimal verilən silahlardan. Bu bir ehtimaldır ki, mən məsəl üçün güman edirəm ki, bəlkə bu silahdan danışılır. Bəlkə də heç vaxt deyilməyən, adı çəkilməyən bir silahdır. Amma yəni
İran açıq-aşkar onlara deyir ki, şəhid rəhbərimizin o buyurduğu silah bu günə qədər istifadə olunmayıbsa, əgər bundan sonra yeni bir qarşı durma başlayarsa istifadə olunacaq. Və hələ bu istifadə olunmayıb. Biz görürük ki, Gerald Ford George Bush təyyardaşıyan gəmisi gəldi. Bunlar bir Sentcom bir görüntü yaratdı ki, dünyada ilk dəfədir ki, regionda və Orta Şərqdə 3 təyyardaşıyan gəmisi gəlir. O gələn kimi də xəbər yayıldı ki, Gerald Ford qayıdır öz evinə təmirat üçün. Sən nə oxşayır? Yadıma. Sən prestijin qorumalıdır axı. Bəli. Bir uşağa əşyasını götürmək istəyirsən ki, bu təhlükəlidir onun üçün. Məsələn, 3 dənə əşya var qabağında. Bəli. Birini götürmək istəyirsən. Sən bunu götürmək istəyirəm. Tam olaraq elə. Onun yerinə birini tez qoyuram ki, bunu götürürəm. Onun başını allatmasın. Bəli. Bunu qoy, əvvəl bunu qoyub obusunu götürürəm. Bu İndi da Amerikada həmin o şey. oyunu oynayır elə bir ki, yəni dünyaya. Yəni qorxmadıqda yəni. Bəli, tam elə olaraq elədir. Və bir əsas faktor da var. Çinə səfəri var bunun. Ha, mayın 10 olmalı səfərən. Əvvələ Yaxın günlərdədir. Və Çinlilər də çox pis siqnallar göndərdilər buna. Çinlilər buna çox ağır siqnallar göndərdilər ki, dünən bəyaniyyə verilmişdi. Səhv etmirəmsə Çinin Xarici İşlər Nazirliyindən idi ki, Prezident Xi ilə Prezident Donald Trump'ın əsas müzakirəsi Hörmüz boğazı haqqında olacaq. Bu onun üçün söyüşdən də yəni artıqdır ki, bir əsas müzakirə mövzusu Hörmüz bu. Yəni Hörmüz boğazı onun bundan sonra qara ləkəsi kimi qalır. Və bu istəyirdi ki, nəsə bir cəhd etsin və bir görüntü yazsın ki, Hörmüz boğazı asılır ki, əli dolu gedə bilsin Çinə. Lakin yəni gördük ki, o raketlər ki dəydi və o qəti cavab ki İran tərəfindən aldı, bu plan da həyata keçmir. İndi bu dəqiqə qədər ki cavab verilmir. Ki mən heç güman etmirəm ki cavab da verilər. Çünki əgər cavab verəsi olsaydılar reaksiyaları başqa olmalıydı. Bəli. Sən burada bir neçə məsələ var. Onlar ki bu skort adı ilə gəmilərini gətiriblər. Hələ pərdə arxası tam açıqlanmır da. Məsələn İran da bu gün rəsmi bəyanat verir ha. İran ordusu filan silahlı qüvvəli xatəmlənmir. Bunlar deyirlər. Qəti şəkildə xəbərdarlıq olundu və qaçdılar da, yəni geri qayıtdılar. Mən elə bilirəm ki, bunlar təbii olaraq İranda bir neçə iş səbəb elədilər bu hadisəni. Bir neçə başlı oyun ola bilər. Öz aləmlərində əlbəttə. Bir, görək bu 3 həftə keçən atəşkəs deyilən dönəmdə İran daxilində, silahlı qüvvələrində məsələn, bir qəflət nüfuz nöqtəsi yaranıbmı? Və yaxud da biraz boşluq yaranıbmı ki, cavabı... Məsələn, onlar gələrdi, məsələn, buracan test eləyirlər məncə. Mümkündür gəldi, həmin sərhəddə yaxınlaşdı. Bunlar anında cavab verdi. Məsələn, onlar onu da hətta qənimət bilərdilər özlərinə ki, nəsə inkişaf var, test. Məsələn, anında yox, bunlar hesablamışdı ki, anı budur, bunlar anında cavab verdi. 15 dəqiqə get cavab verərdi İran. Həmin cavabı verərdi. Onu belə ümid, mən elə biləm, testi olardı bunlar üçün. Bu bir, iki, görək İranın daxili dövlət strukturalarında bizim o 5-ci kolonumuz ki, əlimizdən çıxır, cəmaat keçib nizamın arxasına, görək onların nə dərəcədə nüfuzu qalıb dövlətin aparıcı orqanlarındakı... Yəni silahlı qüvvələrdə bir tərəddüd yarada biliblərmi? Bəli, görək bir şey olubmu? Birinci mən elə bilirəm bu test idi. Bunu elədilər, bu mənada test idi. İkincisi, bu da ola bilər. Yəni hər üçü bir yerdə də ola bilər, ayrı-ayrı da ola bilər. Bir ikincisi bu idi ki, məncə mümkün də hansısa son növ texnologiyalarını, çünki son oyun, bu döyüş əsnasında, bu aralıqda var. Son bunların mərhələsidir. Son kartıdır. Açıblar, göstəriblər. İran da kartın ucunu tutub, amma qalıblar belə. Arxa çəkmək istəyirlər, çəkə bilmirlər. Çünki son kartdır. İkinci də ona görədir ki, məncə deyirəm ki, bir son kartın içində ola bilsin ki, həmin gəmidə skort adıyla, məsələn, 2 gəmi idi səhv eləmirəmsə. Yəni bir gəmisi vurulub. Bir gəmi vurulub, indi tərk ediblər. Məsələn, deyə bir gəmi. Geri çəkiliblər. Gələn donanma tam geri çəkilir. Tam geri. Mümkündür skort adıyla hansısa bir son əllərində olan texnologiyanı istifadə edib elektron müharibə yolu ilə İran hansısa sistemlərini öyrənmək istəyərlər ki, Fars körfəzində biz addım atsaq hansı tərəfdən bizə hansı təhlükə gələ bilər. Yəni orada olan adalara doğru
adaları tutub həm dünyada ad çıxartmaq, həm də öz aləmlərində bir rıçaq kimi Hörmüzə qarşı istifadə eləmək taktikasını əgər beyinlərində saxlayırlarsa bunlar, o yolda hansı radarlar var ki, bizə qarşı? Bəlkə də mən ehtimal verirəm, ikinci ehtimal budur. Bunu yoxlamaq istəyirlər. Üçüncü ehtimal da ki, bunu bəziləri də verir, mən də ağlıma batır. Ki, mümkündür ki, çünki Trump Konqres, bu da Trump iki nəfərin arasında qalır. İndi Trump Konqres, Siyonist lobbisi, bu yanda İran cəbhəsi üç tərəfli sıxılır. Tam qanunu sındırdı. Ya, 60 Tamam, gün tamam. bitir və Düzdür, bunlarda onsuz da qanun sındırmaq o Siyonist lobbisi var deyə moddur, Bəli. müxtəlif cür dəstəkləyirlər. Trump şəhid rəhbərimiz dediyi kimi qanun sındırmanı da açıq göstərdi. Yəni fərqi budur birilərinə. Əhsən. Hər şey necə açıq göstərdi ki, cəngəllik qanunudur, bu sektorda da göstərdi ki, belə. Digər. Mən elə bilirəm üçüncü ehtimal da bu ola bilər ki, Konqres hər tərəfdən sıxıntı gəlir deyə. Və Trump hələ ki, mən ona görə deyirəm 51% intihara cəhd eləmə ehtimalını saxlayıram. Hələ ki Trump öz üstündə olan bu üç təzyiqdən ən böyük təzyiqi Siyonist lobbisindən görür. Bu günə qədər elə olub. Elə görür. Niyə? Çünki İran tərəfdən olan təzyiq düzdür. Amerikanın içində sosial baza, iqtisadi filan. Öz ailəsi ki, pul qazanır. Əhsən. Həm bu, həm də İran tərəfindən olan təzyiq nə qədər də daxilinə sərf eləsə də dolayı yolla hələ ki sərf eləyir. Yəni zaman qazana bilər o məsələdə. Amma Siyonist lobbisi ağzının içindədir. Yəni bütün sən keçən səfər toxunduq ha, sən də bir məsələ dedin. Hər adamı bunun dörbəri bütün ətrafındakılar özü də Siyonist qulluqçudur, amma belə hesab eləmirdi bəlkə də əvvəlcədən. Alverçi olsa da belə o sıxıntılara görə üçüncü ehtimal verirəm ki, bu gəmini bura buraxmağında biraz elə bil bəhanə axtarmaq, biraz bax sən dedin, beynəlxalq rəy kimi, Amerikanın içindəki bir rəy az da olsa formalaşdırsın ki, bax İran qanunsuzluq eləyir kimisindən və ya bəhanə düşsün əlinə ki, bir intihara gələcək. Ad qoya bilsin, çünki Konqres məsələsi ortadadır. Əlbəttə, mən hələ də o güman edirəm ki, o həqiqətən inanır ki, İranda nəsə böyük qələbələr əldə edib. Onu eləncə inandırıblar ətrafındakıları. Bəli. Koşner olsun, Vitkov olsun və ya digərləri. Onu həqiqətən inandırıblar. Pete Hegseth olsun, Daniel Kane onların o generalları. Mən hələ də güman edirəm ki, onlar onu inandırıblar. Bax, məsəl üçün görüntü yaratmaq istəyir. Yalnız onu narahat edən məsələ budur ki, F-35 vuruldu, F-15'lər vuruldu. Bunların donanmaları vuruldu və bu elə hiss edirdi ki, bu günə qədər göstərdiyi silahlar yetərincə qorxu yaratmır. Məsəl üçün o günlərdə bir xəbər yayıldı. Türkiyə medialarda elə yayırlar ki, sanki məsəl üçün möcüzə gəlib. Qara Qartal raketləri regiona gəlir. Qara Qartal raketləri nədir? Birincisi, İranın Fəttah raketinin üzərindən kopyalanmış və zəif və dəyərsiz bir kopyadır. Niyə deyirəm dəyərsiz? Şahidinizi kopya. Bəli, çünki Fəttahın qiyməti 200 min dollardır, bunun qiyməti 15 milyon dollardır. Fəttahın missiyalarını biz 2-ci Sadiq vədədə əməliyyatında gördük. 12 günlük müharibədə gördük. Bu müharibədə də gördük. Fəttah raketi bütün dünyadakı hərbi ekspertlər, düzgün ekspertlərin etirafına görə dünyada bu günə qədər yaranan ən müasir və ən güclü balistik raketdir. Fəttah raketi. Şəhid Hacızadənin şah əsəridir. Özü də demişdi də. Bəli, dedi ki, bunun qarşısını ala bilən heç bir silah. Həqiqətən yoxdur o. Hələ ki. Onun deyiblər əksi, onun indi bilmirəm necə olub, analiz ediblər görüntülərindən, peçdən və ya olur da raketlərdə dəyir, partlamır, füyüzlarında yəni normal bir hadisədir ki, bunlarda da baş verir. Elə bir olub ələ keçirdiblər. Yoxsa hər necə olsa Fəttahın bənzərini düzəltməsidilər. 5 maxla 10 max arası sürəti var. Fəttahın 16 max sürəti var. Başlığı Fəttahdan daha zəifdir, çünki İranın öz xüsusi texnologiyası var ki, bunlar deyirlər şədidül infizar, yəni möhkəm partlayıcı, o tərkib elədir ki, 500 kiloluq raket başlığı 1 tonluq qədər partlayır. 1 tonluq 12 günlük müharibədə yazıza gəlirsə, Weizmann o boyda 4 qat artıran maddələr vurulmuşdu. Bir raketlə Weizmann o boyda kompleksini tam çökürtmüşlər. Fəttahda budur, deyirlər ki, manevr verə bilir son saniyə kimi, manevr ustadı, Fəttah raketidir, inanmıram ona çatmış olar. Və ən mühüm məsələsi,
bu raket tam şəkildə əməliyyat çərçivəsinə daxil olmayıb. Yəni hələ üstündə sınaqlar getdiyi vəziyyətdə gətiriblər. Adını da qoyublar Qara Qartal gəlir. Qara Qartal gəlir. Mən Türkiyə medialarında gördüm. Elə Türkiyə medialarında o şey var ha. bəli, elə deyirdilər ki, Qara Qartal gəldi. Da neynəyə təslim olar da Qara Qartal gəldi. Qoyaq Hörmüzü zadı açaq. Yəni bu kartlardan istifadə etmək istəyir ki, bir növ Rusiya ilə Çinə də demək istəyir ki, hipersəs raketlərində mən də artıq. Çünki bilirsiniz də, yəni hipersəs raketlərində çox geridə qalıb Amerika Bəli. şərq blokuna nisbət. Və bütün dünya da bilir ki, ballistik raketlərində birinci sözü əziz İran İslam Respublikasının silahlı qüvvələri deyir. Ona görə yəni bu kartları açmaqla, bu şeyləri mən elə güman edirəm ki, onları yəni Trump'ın administrasiyası onu inandırıb ki, biz həqiqətən də İranı qorxuzmuşuq, İran ağır vəziyyətdədir. Və bir teoriya da var, bir düşüncə də var. Biraz reala bənzəyir, amma 50-50-dir təbii ki. Ki, İranda bilinən, yəni müəyyən qiymətlər qalxdı bir neçə gün öncə. Müharibə şəraitinə aid idi, blokadaya aid idi, yoxsa deyildi, daxili təxribat idi. Çox müxtəlif müzakirələrə səbəb olub. Bunlar ümid edirlər ki, 10-15 günə, yəni İran ayının axırına qədər nəsə daxildə yenidən bir iqtisadi narazılıqlar yaradıb, Orada 5-nin axırda. bəli, bir qarışıqlar yarada bilsinlər və onun nəticəsində ya İranı təslimə vadar etsinlər, ya yenidən hücum başlatsınlar, ya tərkib. İndi təbii ki, nə qədər ki, xalq meydanlardadır, nə qədər ki, xalq bu küçələri və xiyabanları və meydanları buraxmırlar, tərk etmirlər. Bu planda inanmıram ki, nəsə bir təhlükəli bir plan kimi görünsün. Bəli, tamamilə doğru vurğulursan. Elə sonda əgər qutardıqsa, bəhsimiz qutardıqsa elə söz və qüvvət verim. Çox qəşəng yerə gətirdin. Yenə də mən 4 faktor ki saydım. Xalq, xalq. Bu xalq faktoru çox mühümdür. Bəli. Yəni xalq sözü elə xalqdandır. Həqiqətən bütün dünya, yəni görürsən Türkiyəli qardaşlar gəlir bura, müxtəlif yerlər, Azərbaycanlılar gəlir, müxtəlif yerlərdən gəlirlər, görürlər özləri, bəziləri görürlər. Cuşa gəlirlər, həqiqətən şövqə gəlirlər, əngizə tapırlar, bir motivasiya tapırlar özlərində ki, tarixdə görünməyib sanki. Yəni sözün həqiqi mənasında şəhid rəhbərimiz söz dedi getdi. Sözü dedi getdi, yumruğunu da sıxdı, şəhid olanda getdi. O yumruq bir dəfə geniş vaxtımız olar bəzən onun fəlsəfəsinə gərək toxunaq. Bəli. Biz fiziki parametrlərlə baxırıq, xeyr, metafiziki bir qüdrətdir o yumruq. O yumruq metafiziki bir qüdrət olaraq bir hissəsini deyim ki, bir şey harda göründü? Xalqın yumruq kimi bilir. O yumruğun birləşməsi, bəzi dualar var, bizim özümüzdən irfani filan məsələlərdə var bu. Ariflər bunu daha yaxşı. Bunun mənfisi də var, müsbəti də var. Mənfisinin Yəhuddan qalıb, amma müsbəti İslamidir. Bəzi metafiziki qüvvələr ki var, onlarla elə dualar var ki, məsələn, əlvi belə eləməklə varlıq aləmində təsir qoyursan, filan şey aşdı. Hədəfin də odur, aşırtmaq. Rəhbərin İmam-ı Zaman naibi olaraq əlində olan qüdrət xalqı bunu yumruğu sıxmaqla xalqı birləşdirdi. Xalqı birləşdirdi və çox gözəl bir məsələni vurğuladım axırda ki, o qüvvət məsələsi və alınmayacaq məsələsi. Axmaqlıqları oradadır ki, iki məsələni vurğuladı, ikisi də bir-birini tamamladı bu axırıncı sözündə ki, bir, yenə də ümid edirlər. Nəyə? Əvvəl təcrübə olunmuş şey. Biraz yeni versiya. Bir, iki alınmayacağa işarə vurdu. Mən hətta deyərdim ki, bəli, o Ordu Behiştin axırı, yəni mayın 20-sinə qədər də belə deyək, dediyimiz 3 ay tamamlanır. Bunların da 3 ayın digər faktorları da var. Dünya çempionatı falan, Amerikanın qarşıda gözləyir. İngiltərədə qıtlıq təhdid edir. Ay sağ ol, bu bir ayda çox yerdə artıq həyəcan sirenləri çalınır. Şərqdə, qərbdə, Avropada, Amerikanın özündəki bu bir ay özlərini öldürürlər ki, bu bir ay Amerikanın ehtiyat neftləri bilirsən də yarıya düşüb. Bəli. Neft ehtiyatları 700 Strateji neft ehtiyatları. Strateji neft ehtiyatları. Bəli, yo, strateji. Özləri dedi, CNN ya Reuters 714 milyon bareldən 397-si qalıb.
O vəziyyət ki, çox ağırdır, Hə. baxın. İndi bunlar ona hesablayıb. Sən dediyin məsələ. Mən deyərdim alınmayacaq yox. Son qələbənin müjdəsi olacaq inşallah. Elə bilirəm. Bunların bu İnşallah. atmaq istədiyi bu addım. Çox gözəl. Şəhid rəhbərimizdən dedim mən belə deyərdim ki, yəni bu qələbə təbii ki, yəni 36-37 illik şəhid rəhbərimizin zəhməti və canlı və sağ olan rəhbərimizin bu 2-3 aydakı dahi sərkərdəliyinin böyük nəticəsidir və qəti şəkildə, yəni biz Allahın vədəsinə güvənirik ki, Quranda da buyurur ki, kəsinliklə Allahın ordusu, Allahın qüvvələri qalibdirlər və biz buna inanırıq, əqidəmiz var inşallah. Bu qədər əgər bir son söz yoxdursa, Yox, elə kifayət edər məncə. Allah razı olsun. Əziz izləyicilərimiz, bugünlük bu qədər. Yumruq Medianı izlədiyinizə görə sizə təşəkkür edirəm. Paylaşmağı və digərlərinə tövsiyə etməyi unutmayın. Allah'a emanet olun. Allah'a əmanət olun.